Birinci Türkoloji Qurultay Türk dünyasının ortaq tarix, dil və mədəniyyət şüurunun formalaşmasında mühüm rol oynayıb. Bu fikir Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası həftəsinin açılış mərasimində səsləndirilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətində yer alıb. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın iştirakçıları qəbul etdikləri qərarlar və ortaya qoyduqları elmi baxışlarla təkcə öz dövrünə deyil, bu günə də işıq salan irs formalaşdırıblar deyə müraciətdə qeyd olunub. Həmçinin müraciətdə vurğulanıb ki, qurultayın miras qoyduğu ideyaları yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək bütün Türk dünyasının ortaq məsuliyyətidir. Diqqətə çatdırılıb ki, Türk Dövlətləri Təşkilatının fəaliyyəti də İsmail Qaspralının dildə, fikirdə, işdə birlik prinsipi əsasında getdikcə daha da dərinləşir və Birinci Türkoloji Qurultayın müəyyənləşdirdiyi baxış bu gün də yol göstəricisi rolunu oynayır. Eyni zamanda diqqətə çatdırılıb ki, Türkiyənin əsas məqsədi Türk dünyasının ortaq tarixinə, dilinə və mədəniyyətinə sahib çıxaraq bu irs üzərində Türk əsrini birlikdə inşa etməkdir. Prezident qeyd edib ki, 1926-cı ildə Birinci Türkoloji Qurultayı məhz Bakıda keçirildiyi kimi, onun 100 illiyinə həsr olunmuş tədbirin də Azərbaycanın paytaxtında təşkil olunması təsadüfi deyil. Onun sözlərinə görə, Türk dünyasının birlik və həmrəyliyinin ən güclü müdafiəçilərindən olan Azərbaycan, bu gün də Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir.